Yasamal rayonu Rahib Tağıyev 65 ünvanında yerləşən 2 mərtəbəli evin birinci mərtəbəsində güclü partlayış baş verib. Partlayış nəticəsində 4 nəfər xəsarət alıb, onlardan 3 nəfər xəstəxanaya yerləşdirilib, digər bir nəfər 16 yaşlı gənc isə həyatını itirib. Məlumat qəbul edilən kimi dərhal xüsusi riskli xilasetmə xidmətinin və Dövlət Yanğın Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb edilmişdir. Hadisə yerinin kəşfiyyatı aparılarkən məlum olmuşdur ki, yanğınla müşahidə olan və uçqunla müşahidə olunan partlayış hadisəsi baş vermişdir. Yanğın söndürənlərin tez reaksiyası nəticəsində yanğın genişlənməsinin qarşısı alınmışdır və xilasedicilər əraziyə girərək təhlükəsizlik tədbirlərinə əməl edərək xilasetmə əməliyyatına başlamışdır. Xilasedicilər tərəfindən 2010-cu il təvəllüdlü vətəndaşın meyti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Səhər saat 9 idi, partlayış səsi gəldi. Mən elə bildim zəlzələdir. Sonra gördüm qonşular qışqırışır ki, bəs qaz partladı. Burada da təmir işləri gedirdi, usta işləyirdi aşağıda. Yəqin o qazı nə bilim tərpədib, neyniyib, nədən sızma olub bilmirəm. Ancaq mən qaz iyi hiss eləyirdim evdə. Mənim kuxunam o başladı, mən kuxunamı iynədim, gördüm yox. Bura ağlıma gəlmədi, deyim ki, ay qonşu bəlkə sənin evindən qaz sızır. Biri qızın rəhmətə getdi, üçü də ağır yanıq xəsarətlərindən apardılar banisaya. Mənim evimdə biri yoxdur, bütün evim silkələnib. İndi mən küçədə qaldım. Yoxdur, mən çıxartdım, mən tez çıxdım evdən. 2 invalidi götürdüm, evim prosto sökülürdü. Bax, evim yoxdur. Heç nə yoxdur. Müqavilə ilə almışam evi. Saat 9-un yarısı olar, 9-a işləmiş, bax belə səhərdən. Ola bilsin su içməyə çıxıb, nədirsə, ki, durub ayağa su içsin, elən ki, partlayış. Bir də o uşaqların ikisini də çıxarda bilsəydik, ev yenə düzələn bir şeydir. Allah, hamımız kömək edib düzəlmək olar da onu da, əl birliyi ilə. Ancaq o uşağın ölməyi çox heyif oldu, çox vallahi. Özü də təzə ailə idilər, cavan ailə idilər. Hazır bir həyətdə neçə ailə yaşayırdı? 3 ailə. O birisi ailənin heç xəbəri var, amma gələ bilmir. Naxçıvandadır, atasının 40-dadır. Onun bir evi ümumiyyətlə yanıb. Çünki bitişi evdir. 3 evdir, bəli. 3 evin 3'ü də yanıb da. Təbibdən verilən məlumata görə 3 nəfər texniki yanıq diaqnozu olan Nərimanov tibb mərkəzinin nəzdində olan yanıq mərkəzinə hospitalizasiya olunub. Zəruri tibbi xidmət göstərilən pasientlərin müalicələri reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır qiymətləndirilir. Qeyd edək ki, hadisə baş verən ərazidən keçərkən bir nəfər də xəsarət alıb. Kliniki tibbi mərkəzinin təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan pasientə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir. Vəziyyəti stabildir. Ambulator müalicə üçün evə buraxılması planlaşdırılır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Xanım Cavanşir qızı, Mübariz Qədirli, Cavid Bədəlov, RTV.